Salam değerli izleyiciler, kanalımıza hoş gelmişsiniz. Bugün sizinle balık konservası hazırlayırıq. Biz artık bir dəfə balık konservasını sizinle paylaşmışıq. Orada tomatsız eləmişdik. Bugünləri isə tomatla eləyəcəyik. Bunu bizdən izləyicilər çox xahiş edirlər. Bugün sizinle paylaşmaq istədik. Mən indi ərzaqları sadalamıram. Bircə balığı deyirəm. Balıq şəhmai balığıdır. Buna şamayka deyirlər. Digər ərzaqları isə işin gedişində hamısının miqdarını deyəcəm. Birinci, baxın, soğan qabığıdır. Onu yaxşı yumuşuq. Keçən dəfə biz qara çay, quru çay dəminindən istifadə etmişdik. Bugün isə soğan suyundan istifadə edəcəyik. Soğan qabığı suyundan daha doğrusu. Üzərinə bir qədər su töküb, ağzını bağlayıb, ocağın üzərinə dəmə qoyuruq. Soğan qabığının rəngi suya çıxmalıdır. Soğanın qabığı bir ovuc götürmüşük. Suyu isə üzərinə çıxana qədər tökmüşük. Suyu nə qədər istəsəniz tökə bilərsiniz. Yəni balığınızın miqdarına uyğun özünüz müəyyənləşdirin. Artıq soğan qabıqlarının suyu hazırdır. İndi biz onu süzürük. Balıqların pullarını təmizləyib, içərisini yarıb təmizləmişik və qəlsəmələrini çıxarıb yaxşı-yaxşı yumuşuq. İndi biz balıqları duzlayırıq və istiotlayırıq. Balığı duzlayıb istiyotlayandan sonra qazana yığırıq. Bunun üçün alt hissədən bir ədəd dəfnə yarpağı, bir qədər 3-4 ədəd müxtəlif növ istiot qarışığından, əgər yoxdursa sizdə tək qara istiotdan da toxum istiotdan istifadə edə bilərsiniz. Bir qat balıq yığırıq. Biraz keşniş toxumu tökürük. Keşniş toxumu da bir çay qaşığı götürmüşük. Balıqları düzəndən sonra bir dəfnə yarpağını da üzərindən qoyuruq. Yenə də biberləri tökürük və keşniş toxumu. Üzərindən 3 xörək qaşığı üzüm sirkəsi töküb 4% üzüm sirkəsi. Soğan qabığı suyunu üzərinə çıxana qədər tökürük. Bir-iki diş də qənd qoyuruq. Üzərinə bir nimçə çeviririk ki, balıqlar suyun içərisinə tam batsın. Qapağını qoyuruq. Altına da dəmir qoymuşuq. Dəmirin üzərində gördüyünüz kimi vam ateşdə, amma elə fikir verir ki, içərisində qaynama hərəkətləri olsun ki, bilək ki, bişir. Bişirir, amma çox bək qaynamır. Bu şəkildə 3-4 saat bişiririk. Sümükləri də yumşalmalıdır. Artıq balığımız demək olar ki, hazırdır. Biz indi onun içərisinə əlavə etmək üçün digər ərzaqları hazırlayırıq. Məsələn, soğan doğrayırıq, kökü doğrayırıq. Soğanı çox xırda doğramaq hökman deyil. Çünki biz onu sonda blenderdan keçirdik, narın edəcəyik. Biz konserve üçün sos hazırlayırıq. Bitki yağını tavaya əlavə edib soğanı qovururuq. Soğan qovulana qədər biz kökü də süzgəcdən keçiririk. Soğan bir balaca öləndən sonra biz onun içərisinə duz və sarı kök əlavə edirik. Düz balığı duzlamışdıq, amma soğana da bir balaca duz vururuq. Çünki bütün yeməklərdə qovulan soğana duz vurmaq məsləhətdir. Yemək dadlı olur. Və kökü əlavə edirik. Köklə də bir qədər qovururuq. Köklə də bir balaca qovurduq. Gördüyünüz kimi köklər də ölüb.
Biz indi onun içərisinə tomat əlavə edirik. Bunu sizinlə bir yerdə hazırlamışdıq. Sizinlə də paylaşmışıq hazırlayanda. Acıxadır. Biraz da acıxa tökürük, amma vacib deyil acıxa tökmək. Acıxanın içərisində acı biber, şirin biber, sarımsaq və pomidor var. İstəsəniz də sarımsaq da biraz bunun içərisinə rəndələyə bilərsiniz. Bir balaca kök biber də vura bilərsiniz. Əgər acıxanız yoxdursa, ürəyiniz istəyirsə, vurmaya da bilərsiniz. Adi tomatla da eləyə bilərsiniz. Və yaxud da tomatınız da yoxdursa, qış üçün bağladığınız öz suyunda pomidordan və yaxud da adi suda pomidordan da əziz tökə bilərsiniz. İçində nə varsa. Bir balaca qovururuq. Bu qarışımı dərin bir qabın içərisinə töküb blenderlayırıq. Gördüyünüz kimi blenderladıq. İçərisinə soğan qabığı suyundan dökürük. Biraz qalmışdı. Və sosu hazırlayırıq. Bu konservamızın sosudur. Balıqları da sizə göstərmək istəyirəm. Üzərindəki nimçəni götürürük. Gördüyünüz kimi çox gözəl pişiblər. Kifayət qədər pişiblər. Bir yarım saatda sosla bir yerdə pişirəcək. Yumuşaqdır. Başları da yumuşalır. Gördüyünüz kimi. Bu elə o qədər yumuşaq olur ki, tıxları ilə bir yerdə yeyilir. O sümüklərin özündə də fosfor, kalsium var. Orqanizmə xeyirlidir, sümükləri möhkəmləndirir. Uşaqlar üçün də faydalıdır. Bunu tək şəhmayı yox, kilkə və yaxud da digər bütün xırda balıqlarla eləyə bilərsiniz. İri balıqlarla da eləyə bilərsiniz. Ancaq mənə elə gəlir ki, iri balıqlarla daha dadlı başqa yeməklər hazırlamaq olar ki, onu xırda balıqlarla hazırlamaq qeyri-mümkündür. Həm də belə eləyəndə xırda balıqları da dəyərləndirmiş oluruq. Çünki xırda balıqlar orqanizmimiz üçün faydalıdır. Üzərinə yedirimçəni qoyuruq, qapağını qoyuruq. Bir yarım saatda bu vəziyyətdə belə qaynayır. Artıq balıq konservamız pişdi, hazırdır. Bir yarım saatda tomatla bir yerdə pişdi. Biz indi altını söndürürük, qapağını qoyuruq. Tam soymalıdır. Tam soyandan sonra servis olunur. Soyuq halda daha ləzzətli olur. Balıq konservamız tam soyandan sonra onu sizə göstərmək üçün geniş bir qabın içərisində tərs çevirdim. Gördüyünüz kimi çox gözəldir. Həm görüntüsü, həm dadı, həm ətri çox gözəldir. Əgər siz yeməmişsinizsə, hazırlamamısınızsa, bir dəfə hazırlayın. İnanıram sizə ki, çox bəyənəcəksiniz. Həm faydalıdır, həm də dadlıdır. Gördüyünüz kimi yumuşaq, elə görünüşündən də görünür ki, çox gözəl pişib. Sümükləri də yumuşalır, çox dadlı olur. Sonda bir qədər bugünkü gün haqqında danışmaq istəyirəm. Bugünkü gün tariximizə Xocalı soyqırımı kimi yazılıb. Çox təəssüf ki, 25 il bundan qabaq xalqımız bu faciəli sınaqdan keçib. 1992-ci il 25-dən 26-sına keçən gecə düşmən ordusu 7000 əhalisi olan Xocalı şəhərinə hücum edib.
613 nəfər vətəndaşımız həlak olub, 487-si yaralanıb, şikəst qalıb. 1275 nəfər vətəndaşımız da əsir düşüb. Hələ onlardan 150 nəfərindən xəbər yoxdur. İndiyənə qədər onlardan heç bir xəbər yoxdur. Düşmən həqarətlərinə, işgəncələrinə məruz qalıblar. Allah xalqımızın başına bir daha bu cür faciələr gətirməsin. Xocalı faciəsində həyatlarını itirən insanlara Allahdan rəhmət diləyirik. O faciəni yaşayanlara da demək istəyirik ki, biz onların dərdinə şərikik. Yəni bir daha deyirəm, Allah xalqımıza bir daha belə faciələr yaşatmasın. Allah rəhmət eləsin. Bu qədər. Əgər bu videonu bəyəndinizsə, like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Siz də hazırlayın, nuş olsun.